Dedilər ki, Hüseyn avariyaya düşüb. Dado, narahat olma, hər şey yaxşıdır, getmə Sabunçu xəstəxanasına. Onsuz da adam buraxmırlar. Hər şey yaxşıdır, səhər gedərik bir yerdə. Mən Hüseynin eks-həyat yoldaşı Sona ilə danışdım telefonda. Dedim, yaxşı. Allaha and olsun, gözümü yumuram, Hüseyn məni çağırır. Bax, özüm də çox yorğun idim sözün açığı. Hüseynin də bu avariyalarından, zadından yığılmışdıq da. Doğrudan çox, axır vaxtda çox zibilə keçirdi. Dedim, növbəti bir şeydir də, növbəti bir şeydir onun. Gözümü yumuram, yuxuya gedirəm, Allaha and olsun, səsi gəlir, çağırır məni. Dado, Dado. Gözümü açıram, valla, təzdən yumuram. Hoşum, yatdım. Mən yatanda telefonu həmişə səssiz atıram. Yatdım. Oyananda gördüm ki, 100 dənə zəng gəlib mənə oradasan. 50 dənə SMS gəlib oradasan. Ha, Hüseyn öldü. A, necə öldü? Bəs dünən deyirdi, sağ salamatlı, narahat olma. Həkimlər bunun daxilini rentgen eləməyiblər. Sən təsəvvür elə bir dənə. Bu nə deməkdir? Daxili qanaxmadan ölüb, qabırğa qırılıb. Ciyərlərinin zadını değişib. Bunun qabağını almağa nə var idi? Həkim bunu görün nədən ölüb Hüseyn? Daxili qanaxmadan, avariyada rul qabırğasını qırıb. Qabırğada daxili, bilmirəm də, harasınsa deşib. Bu daxili qanaxma, görün nə zəif şeydən ölüb bu. Hələ birinci çatdırmayıblar. Yox, birinci neçə saat ayaq üstə idi. Yəni sağ salamat idi. Özü də deyirdi, mən yaxşıyam. Getdik də soruşduq. Dedi, mən yaxşıyam, hər şey yaxşıdır. Şimdi bunun sözünü güvənib buna deyiblər ki, yaxşıdır, heç nə olmayıb. Səhər şey eləyərik bunu. Şimdi maşın xəşil olub, necə yəni yaxşıdır? Maşın xəşil olub, sən nə danışırsan? Sən bunu keçirtməmisən maniyədə. Bəs bu, biri var elə belə avariyaya düşəsən, mən razıyam. Biri var ki, sənin maşının kamazın altına girib. Sənin maşının 50-60% girib kamazın altına. Bu, sən necə özü həkim deyirsən? Yəni, mənə bu çatmır. Mən çox heyfslənirəm. Çox heyfslənirəm ki, biz elə insanı elə asanlıqla itirdik. Çox heyfslənirəm.